Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Qərbi Azərbaycan TV-dəyik müzakirə vaxtı proqramında. Bugünkü proqramda biz bölgədə və dünyada baş verən hadisələrə diqqət çəkəcəyik. Əsasən də Azərbaycan ətrafında baş verən hadisələrə. Bu günlərdə baş nazirin müavini Suriyada səfərdə olub, Suriya prezidenti tərəfindən qəbul edilib. Suriya-Azərbaycan münasibətləri, bunun bölgəyə nə kimi təsirləri? Bundan danışacağıq. Digər bir məqam da yenidən Ermənistanda yerləşən Avropa müşahidəçiləri mövqelərimizi Zəngəzur istiqamətindən mövqelərimizi müşahidə ediblər. Bax, bundan da danışacağıq. Bir sözlə, bugünkü proqramımızda danışılmalı məqamlar çoxdur. Odur ki, diqqətiniz bizdə olsun. Studiyamızın qonaqları da var. Politoloq Əhməd Əleyli və politoloq Xəyal Bəşirov. Xoş gördük sizi, xoş gəlmisiniz. Çox sağ olun. Elə elan etdiyimiz kimi ilk olaraq ondan başlayaq ki, Azərbaycan-Suriya münasibətləri. Bildiyimiz kimi Suriyada çox ciddi hadisələr baş verir. Demək olar ki, Suriya öz müttəfiqlərini, öz dostlarını seçim qarşısındadır və Suriyada baş verən hadisələr sözsüz ki, regionumuza da təsirsiz deyil. Bu günlərdə bizim baş nazirin müavini Suriyada səfərdədir və Suriya-Azərbaycan münasibətlərinin istiləşməyə doğru getdiyini də deyə bilərik. Halbuki bundan əvvəl tam biz əksini görürdük. Nə görünür? Bax, qarşıda, hədəfdə, istiqamətdə nələr var? Suriya-Azərbaycan münasibətlərinin gələcək perspektivlərini necə görürsünüz? Təşəkkür edirəm Bətura xanım həm dəvətə, həm verdiyi suala görə. Suriya-Azərbaycan münasibətləri Azərbaycan istiqamətindən həmişə bəlli olub və bizim münasibətimiz heç vaxt Suriyaya dəyişməyib. O zaman dəyişdi ki, Suriyada vətəndaş müharibəsi başladı və Suriya hökuməti, yəni Bəşər Əsəd hökuməti vətəndaşlarına qarşı, insanlarına qarşı onların azadlıq uğrunda, müstəqillik uğrunda, həmin o mürtəci rejimdən qurtulmaq uğrunda səslərini kəsməyə çalışırdı. Biz orada baş verən prosesləri sonradan təkcə biz deyil, bütün dünya müşahidə etdi. Amma yaxın şərqdə baş verən proseslər biz bilirik ki, dünyanın məhvərinin dəyişməsinə təsir etmək imkanı olan proseslərdir. Çünki yaxın şərqi idarə edən, dünyanı idarə etmək iqtidarındadır. Belə fikirləri dəfələrlə eşitmişik və bu əbəs yerə deyilmiş fikirlər deyil. Yaxın şərqdə ötən əsrin bütün əsr boyunca biz Sovetlər İttifaqı, Amerika Birləşmiş Ştatları və onların müttəfiqləri arasında qarşı durmaların şahidi olmuşuq. Ərəb-İsrail müharibələri, elə Suriyada baş verən proseslər, İraqda baş verən proseslər və digər o proseslər Azərbaycan müstəqilliyini qazandıqdan sonra beynəlxalq aləmdə özünün dəyişməz mövqeyini həmişə bəyan edib. Xüsusilə də hazırki Prezident İlham Əliyevin hakimiyyətdə olduğu dönəmdə biz dünyada müxtəlif münaqişələrə münasibətdə mövqeyimizi bəlli etmişik. O cümlədən də Suriya ilə bağlı məsələdə Suriyanın ərazi bütövlüyünü və eyni zamanda Suriya xalqının səsinə hörmətlə yanaşılmasından yana olduğumuzu bildirmişik. Bugün artıq o Bəşər Əsəd rejimi tarixin arxivinə qovuşub və bugün Suriyada müstəqil bir dövlət var. Düzdür, indi orada seçkilər keçirilmədən bir prezident fəaliyyət göstərir. Bu keçid dövrü üçün, bəli. Və bugün Suriyada baş verən proseslər sanki, baxın, ərazilərini dəyişməkdədir. Bir müddət bundan öncə 2023-cü ilin oktyabrın 7-sində Həmasın İsrailə hücum etməsindən sonra bütün o proseslər hansı ki Qəzzada baş verirdi, Livanda baş verirdi, artıq müəyyən mənada öz məcrasını dəyişib və Suriyaya gəlib çıxıb və Suriyada baş verən proseslər sanki yaxın şərqdə baş verən proseslərin müqəddəratını həll edəcək hadisələrdir. Türkiyənin Suriyada o aktivliyi özlərinə götürməsi, mən düşünürəm ki, Azərbaycanın o münasibətlərə müəyyən mənada biraz da belə deyim, aktiv rol almasına təsir göstərib. Nə üçün? Çünki Suriya Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyə ilə sərhəd ölkədir. Baxmayaraq ki, bizim o regional əlaqələrimiz də öz əhəmiyyətini kəsb edir. Amma bundan başqa Türkiyənin böyük bir sərhədi var Suriya ilə və biz bilirik ki, Suriyada 2011-ci ildə baş verən o proseslərdən sonra Türkiyəyə xeyli miqdarda qaçqınlar, milyonlarla insan qaçqın kimi qaçmışdı və Türkiyə dövləti onlara qucaq açmışdı. Amma bugün artıq Türkiyə dövləti həmin o insanların o rejimin çökməsindən sonra öz evlərinə qayıtmaq istiqamətində addımlarını atır. Təbii ki, burada kənar qüvvələr də var. Burada müxtəlif pozuculuq siyasətini ortaya qoyan, proseslərə mənfi təsir göstərən və oradakı o rejimin tam formalaşaraq Suriyada müstəqil bir dövlətin formalaşması istiqamətində atdığı addımlara qarşı olan qüvvələr də var.
və Azərbaycan təbii ki, o qüvvələrin qarşısında və Suriyada dövlətçiliyin formalaşmasından yana olan qüvvələrin yanında olduğunu həmişə göstərib. Bu baxımdan mən düşünürəm ki, həm rejim, daha doğrusu regionda olan baş verən proseslər, Azərbaycanın regiona yaxın dövlət olması, Cənubi Qafqaz regionunun əsas dominant qüvvəsi olması ilə bağlı Azərbaycanın mövqeyinin həm də nəzərə alınması və Türkiyə amili, bir sıra digər məqamlar Azərbaycanın Suriyada baş verən proseslərdə müəyyən mənada aktivliyini artırmağa gətirib çıxarıb. Elə siz qeyd etdiniz, Azərbaycan Baş nazirinin müavini ora səfər etdi. Suriya prezidenti onu və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi. Təbii ki, indi orada dövlətlərarası bir sıra məqamlar müzakirə ediləcək. Gələcəkdə bu səfərlərin, bu təmasların, hansı ki, bundan öncə Azərbaycan Xarici İşlər Nazirliyi getmişdi, Azərbaycan səfirliyinin, diplomatik korpusunun fəaliyyəti bərpa olunmuşdu və digər addımlar atılmışdı və Azərbaycanın humanitar yardım göstərməsi, baxın, mən bir məqama da toxunum, Bətura xanım. Ermənistan da dərhal aktivlik nümayiş etməyə çalışdı ki, onlar da humanitar yardım göstərirlər. Amma onlar hansı məqamı gözlədilər? Artıq hadisələrin, o suların durulmasını, hadisələrin tam öz yerinə almasını gözlədilər. Amma biz dərhal baş verəndən sonra orada baş verən proseslərə münasibətimizi bildirdik. Diplomatik əlaqələrimizi kəsmişdik uzun illər ərzində, 13 il ərzində və 13 ildən sonra Azərbaycan diplomatik əlaqələrini bərpa etdi və Suriyada hazırki rejimi dəstəklədiyini bir daha bəyan etmiş oldu. Bəli. Elə Azərbaycanın Cənubi Qafqazın real gücündən danışanda söhbət Cənubi Qafqazın o güc, əsas güc sahibi təbii ki Azərbaycandır və elə bu münasibətlərdə də Suriyanın Azərbaycana olan münasibətində də məhz bölgədə Azərbaycanın güc kimi qəbul olunması prosesi. Bax, o da sözsüz ki, önə çıxır. Yəni, əlbəttə, yəni, yaxın şərqdə bir regiondur ki, onun üzrə ayrı mütəxəssisləri var, onların bəlkə də o məsələlərlə bağlı şərhlərini bizim də dinləmək xoş olardı, amma bizim verəcəyimiz şərhlər yalnız və yalnız Azərbaycan xarici siyasətinin yeni mərhələsində o prizmadan yanaşmalıdır və biz görürük ki, Azərbaycan çox sürətlə müəyyən bir mediator platformasına çevrilir. Əvvəllərdə olub, yəni Avropa İttifaqının bir sıra prosesləri, Çinlə olan məsələlər hiss olunur ki, hal-hazırda Azərbaycan üzərindədir. Əvvəllər NATO-nun Avropadakı baş qərargahı, demək, Avropa qərargahı ilə Rusiyanın demək, hərbçilərinin Azərbaycanda görüşü olub. Son zamanlar isə biz xüsusən görürük ki, əlavə bu söhbət gedən məsələlər əlavə 2 dənə də komponent əlavə olunub. Bunlardan biri İsrail-Türkiyə münasibətləridir. Bu bir qədər əvvəl artıq elan olunmuşdu. İndi Azərbaycanda rəsmi təsdiq gəlməsə də İsrail mənbələri Netanyahu demək İsrail baş nazirinin Azərbaycan səfəri ilə bağlı mən xəbərlər verirlər. Daha sonra müvəqqəti təxirə salınması ilə bağlı xəbər çıxdı. Yəni Azərbaycan hal-hazırda İsrail və Türkiyə arasında münasibətlərdə müəyyən bir mediatorluq funksiyasını icra edir. Həmçində İranla münasibətlər, xüsusən də Türkiyə-İran münasibətləri prizmasından Türkiyə-Rusiya münasibətləri və bütün bunların hamısının qovşaq nöqtəsi hal-hazırda Suriyadır. Çünki Suriya elə bir yerdir ki, orada olan bütün aktorlar faktiki olaraq Cənubi Qafqazda da mövcuddular. Suriyada olan aktorlar bunlar Türkiyədir, İrandır, Rusiyadır və orada İsrail plus bir akt kimi çıxış edir. Cənubi Qafqazda da Azərbaycan-İsrail münasibətləri var. Türkiyə, Rusiya, İran isə bizim qonşumuzdur və bunlarla münasibət olmalıdır. Beləliklə, Suriyada hal-hazırda gedən proseslər bu və digər formada Cənubi Qafqaza kifayət qədər fundamental və sürətli təsirlər ola biləcək. Çünki Suriyada formalaşan güc balansı bu və digər formada sonra da Cənubi Qafqazda da formalaşacaqdır. Belə olan halda burada vacib olan məqam odur ki, hal-hazırda biz İsrail və Türkiyə arasında müəyyən bir gərginliyin olduğunu görürük. Yəni bir qədər əvvəl dediyim kimi Azərbaycan müəyyən bir platformaya çevrilir və İsrail və Türkiyənin Suriyadakı balansı hansı formada olacaq? Hesab edirəm ki, Azərbaycanın burada çox ciddi qatqısı ola bilər. Ümumiyyətlə, Türkiyənin Mərkəzi Asiya və Cənubi Qafqazda iştirak payı artdıqca bu Rusiya ilə bu və digər formada müəyyən münaqişələrə gətirib çıxarda bilər. Bu Azərbaycana hər hansısa bir demək Azərbaycan sərf eləməyən bir ssenaridir və Azərbaycan hamının burada müəyyən bir korporativ münasibətlər sisteminin, kooperasiya, əməkdaşlıq münasibətlər sisteminin olmasını arzulayır. Belə olan halda əlbəttə ki, Türkiyə və Rusiyanın Suriyada, çünki Suriyadakı 2024-cü il dekabr hadisələrindən sonra udusan qüvvə kimi Rusiya və İran qəbul olunur. Udan qüvvə kimi isə Türkiyə tərəfi qəbul olunur. Belə olan halda əlbəttə ki, o hansı formada o balansı orada qoruyub saxlamaq mümkündür ki, gələcəkdə Türkiyə və Rusiya arasında gərginlik Azərbaycana da sirayət etməsin. Mən hesab edirəm ki, Azərbaycan diplomatiyasına bu da kifayət qədər marağında olan bir məqamdır. Xüsusən nəzərə alsaq ki, artıq bir sıra telegram kanallarda artıq məlumat çıxdı ki, hətta Rusiya
bir sıra xüsusi xidmət orqanlarının rəhbərləri məhz Bakıya səfər edirlər ki, məhz Suriyada olan yeni hökumət təmsilçiləri ilə burada görüşsünlər. Bir qədər indi rəsmi təsdiqini oxumadım, amma bu barədə artıq həm İsrail mənbələrində, həm Azərbaycanda olan bir sıra mənbələrdə bu barədə artıq məlumat yayıldı. Və həmçinin də biz İran-Azərbaycan münasibətlərinin son zamanlarda yaxın günlərdə İran prezidentinin Bakı səfəri artıq o Azərbaycan diplomatiyasının uğurlu səhifələrindən birincilərindən hesab etmək olar. Bu kontekstə baxanda, Suriya, Yaxın Şərq regionunda orada baş verən proseslər bizdən uzaq görünə bilər, amma mən hesab edirəm ki, nəzərə alsaq ki, orada olan ən əsas aktorlar Rusiya, İran və Türkiyədir. Onlar arasında müəyyən bir balans yaratmaq lazımdır və Azərbaycan hal-hazırda aktiv formada Rusiya, Türkiyə arasında müəyyən bir balans yaradıcı qüvvə kimi çıxış edir. İsrail və Türkiyə arasında müəyyən bir mediator kimi çıxış edir. İranla olan münasibətlərdə də həmçinin çalışırıq ki, müəyyən məqamlar önə çıxsın və müəyyən bir kooperativ ruh orada meydana çıxsın. Belə olan halda mən hesab edirəm ki, əlbəttə ki, Suriyada baş verən proseslər Azərbaycan xarici siyasətinin ən demək öndə gedən belə deyim də nöqtəsi hesab oluna bilər indi şəraitdə. Hətta fikir verirsinizsə, son zamanlar, son 5-6 ayda Ermənistanla bağlı Azərbaycanda, Azərbaycan rəsmilərinin dilindən elə çox bəyanatlar səsləndirilmir. COP29-dan sonra biz görürük ki, Ermənistan rəsmiləri Bakıya gəlmədilər. Onlar Bakıya gəlib münaqişənin bitməsi ilə bağlı demək, dünyaya Azərbaycanla birlikdə mesaj verməkdən imtina etdilər. Belə olan halda Azərbaycan prezidenti, cənab prezident demək, yanvarın əvvəlində Azərbaycan mediasına verdiyi müsahibəsi var. Həmin müsahibədə artıq biz dediklərimizi demişik, bax belə bir mesaj verildi və ondan sonra biz görürük ki, erməni bütün nə xəbər varsa bu münasibətlərdə hamısı elə Ermənistan mənbələrindən gəlir. Yəni Azərbaycan tərəfi bir qədər göstərir ki, mənim Azərbaycan istədikləri alınmayana kimi Azərbaycan tərəfinin prosesə geri qayıtması bir qədər müşkül məsələdir və belə olan halda Azərbaycan diplomatiyası çox intensiv bir formada Çinlə münasibətlərin aktiv formada qurulması üzərində işləyir. Türkiyə ilə olan münasibətlər bəllidir. İranla bir qədər əvvəl dediyim kimi Rusiya tərəfindən Azərbaycan istiqamətində ardıcıl pozitiv addımlar atılır. Biz gördük ki, yəni Azərbaycan prezidenti 9 may tədbirində iştirak edən 3 prezidentin iştirakı ilə bir yerə dəvət olundu. Bu özü görünməmiş, mən deyərdim, belə bir haldır. Həmçində dünən də demək Moskva və bütün Rusiyanın patriarxı Azərbaycana səfər etdi ki, bu da mən hesab edirəm ki, 9 mayda iştirak edən ölkələrin heç biri bu cür fərdi və bu səviyyədə dəvətə layiq görünmür. Və belə olan halda bütün bu proseslərin belə bir nöqtəsini biz götürürük ki, Azərbaycan xarici siyasəti üçün ən öndə gedən məqam bəlkə də bu dəqiqə Suriyada baş verən proseslərdir. Çünki yenə deyirəm, Suriyada hansı güc balansı formalaşacaqsa, o bir müddətdən sonra Cənubi Qafqazda da Azərbaycanın da üzləşəcəyi reallıq olacaqdır və Azərbaycan diplomatiyası da proaktiv siyasət yürüdü, belə çalışır ki, ölkələr orada neytrallaşdırsın. Və son zamanlar bu ifadələr çox tez-tez işlənir. Yeni dünya düzəni. Yeni dünya düzənində Azərbaycanın yeri sözsüz ki, artıq məlumdur. Bütün demək olar ki, hansı istiqamətdə, hansı ölkələrdə ki, ciddi, gərgin proseslər gedir, orada mütləq şəkildə Azərbaycanın mövqeyi də nəzərə alınır. Bu baxımdan Suriya-Azərbaycan münasibətlərinin sözsüz ki, aydın elə mənzərəsi onu deməyə əsas verir. Sözsüz gücdən danışanda, dövlətin daha da diplomatiyasının, uğurlu diplomatiyasından danışanda Azərbaycanın gözü götürməyənlər də var. Ondan da danışmamaq mümkün deyil. Elə bax bu günlərdə Avropalı müşahidəçilər Ermənistanın Zəngilan istiqamətindən Azərbaycan mövqelərini yenə də demək olar müşahidə ediblər. Əslində bax o müşahidə nəyi müşahidə edirlər? Hər hansı bir gərginlik yox, hər hansı bir narahatlıq yox. Onlar bax o müşahidə nədən xəbər verir sizcə, Xəyal müəllim? Siz o gərginlik yoxdur, amma onlar gərginlik axtarışındadırlar. Mən belə görürəm. Çünki nəyə görə? 2022-ci ilin oktyabrında deməli Praqa şəhərində əldə edilmiş o razılaşmaya görə həmin o qüvvələr bu şəkildə deyil. Belə deyim, müşahidəçi qismində Ermənistan tərəfdən 2 ay müddətində 40 nəfərlik bir missiya formalaşdırılmasına Azərbaycanın da razılığı verilmişdi. Amma 2 aydan sonra Azərbaycanın razılığı olmadan həm o qüvvələrin sayı artırıldı, həm onların orada mövcud olma müddəti artırıldı. Hansı ki, Azərbaycanın buna heç bir münasibəti, razılığı olmamışdı. Və eyni zamanda onlar artıq günlərin birində orada silah və durbinlə peyda oldular. Və həmin o silahlı qüvvələr bugün Azərbaycan ərazisinə münasibətdə
Ermənistan vasitəsilə durbin siyasətini davam etdirməkdə məqsədləri Cənubi Qafqazda sülh prosesinə heç bir töhfə verməyib. Əksinə, baxın, töhfə verəcək olsaydı zaman-zaman şərti sərhəd boyunca silah səslərinin şahidi oluruq, atəşkəsin pozulmasının şahidi oluruq. Və bu atəşkəsin pozulması ilə bağlı biz Ermənistanın baş nazirinin dilindən eşitdik o səsi ki, mən orduya göstəriş vermişəm ki, atəşkəs pozulmasın. Amma onlardan bir münasibət görmədik biz buna. Əgər bunlar həqiqətən də tərəflər arasında ən azından belə deyək də barışdırıcılıq missiyasına töhfə vermək istəyirlərsə, hər hansı bir mediator rolunu özlərinə götürmək istəyirlərsə, onların yaxşı pis bir münasibətinin şahidi olardıq. Silah səslərini bütün dünya eşidir, amma o müşahidəçilər eşitmək istəmirlər və yaxud eşitmirlər. Təbii ki, bu bir daha ondan xəbər verir ki, həmin o qüvvələr necə ki, Azərbaycanın razılığı olmadan ora yerləşdiriblər. Onlar o zamanlar öz dilləri ilə olmasa da digərlərin dili ilə Rusiyalı sülhməramlı qüvvələrin mövcudluğuna adekvat cavab kimi ora yerləşdirdiklərini dilə çatdırırdılar, diqqətə çatdırırdılar. Amma Rusiya sülhməramları oradan çıxdılar vaxtından əvvəl. Nəyə görə? Çünki artıq onların orada mövcudluğuna ehtiyac qalmamışdı. Bugün nəinki o zaman, heç o zamandan öncə də o müşahidəçilərin mülki missiya adı altında o silahlı qüvvələrinin, o kəşfiyyatçıların, jandarma qüvvələrinin, digər silahlarının orada mövcudluğuna heç vaxt ehtiyac olmayıb. Və əgər onların o prosesə töhfə verməsi olmadısa, necə ki, baxın, ötən ilin əvvəllərində və 2023-cü sonunda biz Ermənistanla bir sıra uğurlu addımlar atdıq. Sərhədlərin delimitasiya edilməsi 12,7 kilometr məsafədə, hərbçilərin mübadiləsi, hərbi əsirlərin, hansı ki, baxın, o hərbçilərin mübadiləsində heç bir digər tərəf iştirak eləmədi. Azərbaycanın Qazaxın 4 qeyri-anklav kəndinin geri qaytarılması, silahsız, atəşsiz, güc tətbiq etmədən və eyni zamanda Azərbaycanla Ermənistanın, Azərbaycan Prezident Administrasiyasının və Ermənistan Baş Nazirinin aparatının birgə bəyanatda çıxış etməsi. Hətta COP29 tədbirinə mən düşünürəm, bunların subyektiv fikrimdə Ermənistanın o zaman iştirak etmək niyyəti də vardı. Amma həmin o qüvvələr, o qüvvələrin ora yerləşdirən dövlətlər bu prosesə mane oldular. Biz bunu deyə bilərik ki, Fransa dövləti buna mane oldu. Necə ki, özü iştirak eləmədi, özünün forpostu olan Ermənistanı da orada iştirakda imtina etməyə məcbur etdi. Bütün bunlar bizə onu deməyə əsas verir ki, bugün Cənubi Qafqazda sülhə tövbə verən qüvvələr var, sülhə qarşı bir mənalı şəkildə fəaliyyət göstərən, mövqe ortaya qoyan qüvvələr var. Mən düşünürəm ki, yeni dünya düzəninə toxunduz. Əslində, dünya düzəni mövcuddur. Amma bu düzəni dəyişmək istəyən qüvvələr var. Və yeni dünya düzəni ilə bağlı Azərbaycanın mövqeyi bəllidir. Ən azından biz ADA Universitetinin təşkilatçılığı ilə bir neçə tədbirin, ən son 7-ci tədbirin şahidi olduq. Bir hissəsi Xankəndidə oldu, bir hissəsi ADA Universitetində. Prezident İlham Əliyev də ənənəvi olaraq bu tədbirlərdə iştirak edir. Və ən son o tədbirin adı nə idi? Yeni dünya düzəninə doğru. Və o tədbirdə Azərbaycan Prezidenti ölkənin rəhbəri olaraq Azərbaycanın bu məsələyə münasibətini, mövqeyini bildirdi. Və biz bir daha prinsipial mövqe ortaya qoyduq ki, biz bugünə qədər olduğu kimi bölünən, bölüşdürülən dövlətlərdən olmayacağıq. Biz yeni dünya düzənində ya öz mövqeyimizi ortaya qoyacağıq, ya da proseslərdən kənarda qalacağıq. Müstəqil olaraq mövqeyimizi bildirmək haqqımız var. Əgər bizim mövqeyimiz hətta qəbul edilməsə belə, Azərbaycan o qüvvələr var ki, güclər var ki, onlar tərəfindən bəzi hallarda o 2-ci Dünya müharibəsindən sonra xəttkeşi qoyub, xəttkeş vasitəsilə sərhədləri bölüşdürülmüşdü. Azərbaycan elə dövlətlərdən olmaq kimi, belə deyim, mövqeyi yoxdur. Azərbaycan ya həmin o prosesə müsbət mənada töhfə verəcək bir dövlət olacaq, ya da ki, bu prosesdən kənarda qalacaq. Hansı ki, baxın, biz burada toxunduq, hörmətli həmkarımla da bəzi məqamlara toxunduq ki, Azərbaycan bugün həll edici proseslərdə iştirak edən, ən azından o proseslərə platforma təklif edən bir dövlətdir. Bir sıra daban-dabana zidd siyasət yürüdən dövlətlər bugün Cənubi Qafqazda və Azərbaycanda toplaşaraq öz maraqlarını müzakirə edirlər. Biz təsadüfən demirdik ki, 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazı maraqların toqquşduğu regiondan maraqların uzlaşdığı regiona çevirib. Rusiya ilə Türkiyə bir sıra addımlar atdılar. İranla Türkiyə, Rusiya ilə İran indi xəritə biraz da genişləndirilib. Suriya, Türkiyə, Suriya, İran və yaxud Rusiya, hətta Çinin, Avropa İttifaqının, mən düşünürəm ki, gələcəkdə bu prosesdə Amerika Birləşmiş Ştatlarının da qoşulması gözləniləndir. Bütün bunlar ondan xəbər verir ki, biz, belə deyim, qoşulmama hərəkatına 4 il ərzində 2019-dan 23-cü ilin sonuna qədər uğurla rəhbərlik edərkən,
1955-ci ildən təşviq edilən Bandung prinsiplərinə sadiqliyimizi nümayiş etdirdiyimizə görə bizə bu maraq artıb, bizim bu mediator rolumuzu qəbul edən tərəflərin sayı artmaqdadır. Amma Ermənistan da öz ərazisində gücləri toplayıb. Necə toplayıb? Qeyd etdiyimiz kimi silahlı qüvvələri Amerika Birləşmiş Ştatları ilə Qartal tərəfdaşlığı adı altında hərbi təlim keçirirlər. O ərazidəki 29 min kvadrat kilometrlik ərazidə Amerika Birləşmiş Ştatları ilə qarşıdurmada olan Rusiyanın bazaları var, bazası var, hərbçiləri var, digər silahları var. Yəni bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Cənubi Qafqazı sülh regionuna və eyni zamanda digər regionlarda mövcud olan münaqişələrin həlli platformasına çevirmək iddiasındadır. Amma bəzi qüvvələr buna mane olurlar. Hər bir halda şərlə xeyir arasında həmişə mübarizə gedib. Mane olmaq istəyirlər təbii ki, amma niyyətlərinə də çatmayacaqları məlumdur. Yeni dünya düzənindən danışanda son olaraq Əhməd müəllim Azərbaycanın həm də ərazi bütövlüyünü təmin etmiş bir ölkə kimi, həm də bir hədəfi var, Qərbi Azərbaycana qayıdış. Bizim soydaşlarımızın Qərbi Azərbaycana qayıdışla bağlı bu böyük problemi beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində müxtəlif işlər görülür. Hətta Qərbi Azərbaycan icmasının sənədləri BMT-də rəsmi sənəd kimi yayılır. Bu artıq reallığın qəbul edilməsidir və bundan sonraki proseslərdə təbii ki, Qərbi Azərbaycana qayıdışa bir kömək olacaq. Hər halda bizim gözləntilərimiz bundan ibarətdir. Əlbəttə ki, yəni Qərbi Azərbaycan mövzusu bu insan hüquqları mövzusudur və hesab edirəm ki, bu Azərbaycan üçün elə bundan sonra fəaliyyət üçün çox belə bir maraqlı istiqamət açır. Çünki zamana kimi əgər Qarabağ məsələsi bu bir qədər ərazi bütövlüyü çərçivəsində həll olunması gözlənilən bir məsələ isə, Qərbi Azərbaycan məsələsində burada artıq insan hüquqlarına prioritet kimi qəbul olunur və bu istiqamətdə mən hesab edirəm ki, son zamanlar baş verən çox maraqlı hadisələr siyasətində bəlkə də Azərbaycanın o demək cənub ölkələri üçün QT platforması yaratması və bu istiqamətdə gördüyü işlər mən hesab edirəm ki, bu özü çox təqdirə layiq bir hadisədir. Çünki biz qoşulma hərəkət çərçivəsində Azərbaycanın bir sıra orada gənclər platforması, parlament. Yəni bunlar hamısı görünür ki, Azərbaycan bu cənub ölkələri üçün, qlobal cənub üçün bir sıra o birləşdirici platformalar rolunu oynamağa çalışır və bu istiqamətdə əlbəttə ki, o qlobal cənub ölkələrində olan problemlər, orada QT-lər hansı formada, yumşaq güc vasitəsilə bu problemlərin həllini hansı formada həll edə bilər. Mən hesab edirəm ki, bu istiqamətdə Azərbaycan xarici siyasətinin formalaşdırdığı alətlər qutusu elə Qərbi Azərbaycan məsələsində həllində bu istiqamətdə Azərbaycan maraqlarının irəlilədilməsində kifayət qədər ciddi bir rolu olacaqdır. Bəli, bu faktı, bu gerçəkliyi də, yəni bu qədər faktın olduğu bir məqamda bu qədər görülən işləri də Ermənistan qəbul etməlidir və edəcək də xəyal mənim düşünürəm ki. Hüquqi məsələdir, bəli. Burada ərazi bütövlüyündən söhbət getmir. Bunu siyasiləşdirməyə də ehtiyac yoxdur. Hansı ki, Ermənistan buna cəhd göstərir və biz insanların kütləvi şəkildə, bəli, yüz minlərlə insanın bugün, baxın, Avropa Komissiyasından, Avropadan olan bəzi təsisatlardan, düzdür, hamısına şamil etmək olmaz. Qərbdən olan bəzi dövlətlərin və təsisatların bir insanın belə hüquqları üçün səfərbər olunduğunun şahidi oluruq. Amma yüz minlərlə insandan gedir, özdə təməl hüquqlarının, bütün hüquqlarının pozulmasından gedir. Bu insanlar öz yer yurdlarına qayıtmaq haqqına sahiblər. Bunu təkcə Azərbaycan hüququ demir, Azərbaycan qanunu demir, bunu beynəlxalq hüquq deyir, onun bütün prinsipləri diktə edir. Və mən düşünürəm ki, Ermənistan da nəhayət gözündə iradə və güc tapmalıdır. Bu məsələdə, bu hüquqi məsələdə ədalətli mövqe tutmağa cəhd göstərməlidir. Əks təqdirdə mən düşünürəm ki, bu Damokl qılıncı kimi Ermənistan dövlətinin və ona rəhbərlik edən şəxslərin həmişə başının üzərində qalacaq. Bəli. Çox təşəkkür edirəm. Hesab edirəm ki, tamaşaçılarımız da razı qaldılar. Aydın, əhatəli suallara cavablandırdığınız üçün təşəkkür edirəm. Çox sağ olun. Belə siz də sağ olun, hörmətli tamaşaçılar. Bizi izləməkdə davam edin. Biz yenə də görüşəcəyik. Amma hələlik burada Qərbi Azərbaycana isə mütləq qayıdacağıq. Sağ olun, salamat qalın.